Seyda xanım, sizin ne işiniz var burada? Sizin üçün pürrəngi çay dəmləmişəm. Nə münasibətlə? Çox sağ olun, əziyyət çəkmisiniz. Yo, əziyyət deyil mənim üçün, sizə qurbandır. Həm dünən axşam sözünüzü istəmişdiniz. Neyi? Çayı? Yeni yadınızda deyil. Xatırlayıram əslində. Xatırlayıram. Amma gəlin bu yaşananlar ikimizin arasında qalsın. Sizə xahiş edirəm. Yaxşı, gizli saxlamaq tərəfdarısınız demək. Yaxşı, siz deyən olsun. Yaşananlar sadəcə ikimizin arasında qalacaq. Vay, salam aleyküm kardeş. Salam qardaş. Bilirsən. Sağ ol. Görüşənmişəm. Haral olsun. Hə, Zaur, inansan dün elə yatıb qalmışdım. Sübh namazını da qılmaq tamam yadımdan çıxıb. İnşallah Allah günaha yazmaz. İnşallah. Deyirsən yatıb qalmışsan. Hə, biraz elə olub. Dün elə kinoya baxa-baxa yatıb qalmışam. Vay, o kinonun adı deyindən mən də baxmaq lazım. Kinonun adı valla xatırlamıram. Heç yadıma düşmür. Bura bax, birdən iki biza eləyərsən ha. Xatırlamamağın yaxşı əlamət deyil. Tövbə, tövbə. Neçə ilin axundayam mən Zaur. Bu bir qırağı biz səninlə sinif yoldaşı olmuşuq. Kimdən də gözləsəydim səndən heç gözləməzdim. Çox sağ ol da. Vahid, bir ehtimal edə dedim sənə. Vahid, sənə olar bir dəqiqə. Buyur, eşidirəm. Olanları xatırlayırsan? Hansı olanları? Nəsə olub ki? Deməli xatırlamırsan. Yaxşı, bəs mənim kim olduğumu deyə bilərsən? Sən kafenin sahibisən də o. Kafenin sahibiyəm. Başqa? Başqa da bir dəqiqə, bəlkə sən deyəsən kim olduğunu, hə? Nə baş verir axı? Niyə mən dünən axşam olanları xatırlamıram? Baxdığı filmlərin adlarını əzbər bilən, baxdığı filmi xatırlamır. Başqasına pis gözüyle baxmayan, qoşusunda bir şeylər yaşayır. Bu mən deyiləm axı, mən ola bilmərəm. Dünən axşam mənim yerimə keçib bunları edən kimsən axı sən? Qaqa Şevşəkinə siz görək. Əminsiz? Buna solaya versin mən.
Sənə süz dedim, deməli süz. Yaxşı. İldə 2,6 milyon insan alkohollu içkilərdən ölür. Başa düşmədim. Sən mənə ağıl öyrədirsən da. İşini gör. Buna bir bax. Alkohollu içkilər ürək damar, qaraciyər, xərçəng kimi xəstəliklərə yol verir. O çat-çipini sən nəsən? Gitmiş tamam qaşlayanam. Bu nədir oğlum? Gedirəm mən. Səidə xanım, Buyur. de görüm kiməm mən? Allahın bir bəndəsi. Allahın bəndəsi. De görüm dün aramızda nə baş verib? Yenə xatırlamırsan? Gəl mən sənə xatırladaram. Bax. Xatırladın mı indi Vahid? Biz nə zaman evlənmişik? Yenə heç nəyi xatırlamırsan? Nə vaxta qədər davam eləyəcək bu? Mən artıq sənsizliyə dayana bilmirəm. Vallahi mən heç nəyi xatırlamıram. Kimsiz axı siz? Yaxşı xatırladım onda. Biz illər əvvəl evləndik. Sonra 2-ci Qarabağ müharibəsi başladı. Sən könüllü olaraq müharibəyə getdin. Sonra eşitdik əsir düşdün. Sağ olsun dövlətimiz səni xilas elədi. Amma düşmənin sənə verdiyi əzab yaddaşını məhv etdi. Sən tam başqa adam qayıtdın. Özünü qəsəbənin axundu hesab eləyirdin. Qəsəbədəkilər sustu, dedilər nə vaxtsa düzələr, yaddaşı bərpa olunar. Amma düzəlmirsən. Bəs onda məni niyə psixoloq aparmadınız? Hə? Psixoloq da həkimin dediyini deyirdi. Zamanla düzələcək. Düzəlmir. Hara gedirsən? Keçmişimi xatırlamağa. Kiməm mən? Kimsən sən? Kim olduğunun bir önəmi yoxdur məyəsən. Önəmli olan insan ola bilməkdir. Yaddaşını itirə, xatırlamaya bilərsən. Amma keçmiş heç bir zaman unutulmur. Özünü hər zaman xatırladır.